Salam. İstəyir video keç, istəyir izlə, istəyir izləmə. Mənim üçün bir fərqi yoxdur. Maraqlıdırsa izlə. Qardaşım, hər bir iş çətindir. Hər bir iş çətindir. Hər bir sahədə olan iş çətindir, hər bir iş. Ağılla iş görülür, ağılla. Sən məntiq, ağıl işləsən, sən irəliləyəcəksən. Bugünkü gündə hər bir yerdə binalar tikilir, qurulur. Onlar ağıl işlətməsə, onlar nəyisə ölçübçü qoymasa, sizcə o bina düzgün qala bilərmi? Yəni o bina uça bilər və yaxud da nəsə bir xətər ola bilər. Yəni hər şey layihə üzərində ölçülür, biçilir. Yəni hamısı ona dair qurulur. Yəni bugünkü gündə də ustalığa yiyələnmək istəyənləri bəziləri görürəm ki, həvəsdən salır. Niyə həvəsdən salsan? Səbəb nədir? Biz sağlığımızda o rəhməti qazanaq. Öləndən də sonra desinlər. Sağkən o rəhməti qazana bilmiriksə, bəzilər var deyir, ölüyə rəhmət düşür, diriyə düşmür. Sən bir sağlığında rəhməti qazan, qalsın ölməyin. Ölməyində də qazanarsan. Yəni bugünkü gündə bacarağın yaxşılıq edəyin. Gəncdir, işləmək istəyir, bir bacarırsansa, köməyin çatırsa, başa sal giran. Yəni bugünkü gündə nə var ki, pəl vurmağa? Onluq deyil, bunluq deyil. Qardaş, sən də yaxşı şey öyrət, geçsin yaxşı işləsin. Desinlər ki, Allah canı sağ eləsin, sənin ustava halal olsun. Desin buna halal olsun, ölübsə Allah rəhmətləsin desin. Yəni bugünkü gündə gələn gəlir, ay bu sənət sənlik deyil, nətər sənət sənlik deyil. Sən öz başına gəlib çıxmamsan ki, sənə də Allah verib. Allah verib. Yəni sən də Allahın sayəsində Allah sənə ruzu verib ki, ged işdə qazan, balava çörək yapar. Qoy ona da nəzər çatdırıb. Konsener ustaları da işləyirlər. Əziyyət çəkirlər. Allah canlarını sağ eləsin. Allah ruzilərini bol eləsin. Hər bir kəsin. Yəni bugün qardaş, Allah bizə bu sənəti verib ki, biz loğalanmayaq, qreylənməyək. Day deməyib ki, Allah bizə ki, biri baxıram ki, bir sənət bacarır, özün elə aparır ki, elə bir ki, yeri göyü bir yaradıb. Qardaş, sən kimsən ki? Bu boyda yeri göyü yaradan Allah. Heç elə şeylər var ki, heç bilinmir. Yəni gör nə qədər şeylər yaranılıb. Yəni Allah yaradıb hər bir şeyi. Yəni bugün sənəti necə sənə bəxş edib verirsə, yəni almağı da bacaran Allahdır. Verməyə bacaran Allah, almağı da bacarır. Sən onu elə yerlərə istifadə elə ki, Allah sənin biligünsə bilik gətirsin. Çoxu deyir, mənə sual verir ki, sən nətər olur ki, bu qədər işi bilirsən? Nətər olur bu qədər işi işləyə bilirsən? Qardaş, həyat deyir, qurban sənə. İnsan birincisi zülmə tabidir. İkincisi də ki, əziyyət çəkməsən, heç nə əldə eləyə bilmərsən. Bildinmi necə? Yəni bugünkü gündə çoxu deyir ki, sən bunu hardan bilirsən də bu qədər işi nətər beynində saxlayırsan. Qardaş, insan çətinliyi üzərindən hər bir şey, istədiyi hər bir şeyi öyrənə bilər. Bir dənə ölümə çarə yoxdur. Qalan hər şeyə çarə var Allahın izni ilə. Sən Allahın adını çəkinə, sən o işi elə işləyəsən ki, baxacaqsan özündə ki, Allah bu nətər oldu ki, mən bu işi bu qədər çətin bilirdim. Mən bu işi beləsinə sükunta həll elədim, getdim. Yəni hər şey insanın əlindədir, Allah verir. Amma Allah baxır görür ki, mən mənə verdiycə bu qudurğanlıq eləyir. Allah sənə veribsə bilik təcrübə, sən də paylaş. Sən də paylaş, deyən ki, bilməyən bilsin. Paxıllıqla nə olacaq ki? Nə olacaq? Yəni bugünkü gündə həyatdır. Yəni gənclərdir, baxsınlar, öyrənsinlər, işlərdir. Mən çəkib şəxsən ona görə atıram. Mən tanınmağa və yaxud da məşhur olmağa, mənim heç bir şeyə ehtiyacım yoxdur. Mənim istədiyim odur ki, yəni gənc ustalardır, geçsinlər, çörəklərini qazansınlar, valideynlərin də üzü gülsün, deməsin ki, balam avaraçılıq eləyir. Valideyndir, boya boşa çatdırır, əziyyət çəkir, zülüm çəkir. İstəyir ki, balasıdır, bir xoş gün görsün, əlinin sənəti olsun, işləsin, kiməsə möhtac qalmasın. Yəni bugün əlinə sumka götürür, bəziləri var, özünü üstün tutur. Qayda deyir ki, məndən yoxdur. Qardaş, heç vaxt mənəm eləmə. Heç vaxt mənəm eləmə. Mən bu qədər işə baxıram, heç özümdə demirəm mənəm. Canavarlar hələ heç çəkib özlərini, yəni görsətmirlər də, bildinmi nəyə demək istəyirəm? Canavarlar özlərini görsətmir. Sən özündən misal qreylənmə ki, məndən yoxdur. Qardaş, ustadan çox usta var. Elə əl səliqəsi işləyənlər var ki, heç sən onların əl sənətinə baxsan, heyran qalarsan, deyərsən bunu bu necə düzəltdi? Necə yaratdı bu düzəltdi? Çünki Allah ona bəxş eləyib. Allah ona verib o sənəti, o bəxşi verib ona. Yəni ki, görür ki Allah, yəni o insan işində məntiqlə, kiməsə xainlikcasına, kimisə paxıllığını çəkmir, işini işləyir, sunur, yəni hər cəhətini də izah eləyir ki, işləsin o da. Yəni bilsin, hər bir işini bilsin. Bugün biri bir iş bilir,
Gizləyir. Qardaş, niyə gizləyirsən? Corva parasın. Paylaş da, bilməyən bilsin. Mən hər bir işə dair paylaşıram. Niyə paylaşıram? Bilməyən bilsin. İzah eləyirəm. Həm düzəldirəm, həm izah eləyirəm. Özümlə qirələnmirəm. Mən demirəm məndən yoxdur. Mən bir dənə mənəm. Məndən başqası yoxdur. Xeyr. Məndən də əjdahaları, məndən də canavarları var. Bildinmi necə? Yəni mən Allah verib sənəti mənə ki, başı sal aşağı ruzu qazan. Yəni verməyə bacaran Allah almağı da bacarır. Şüzə diqqətli olun. Başınızı salın aşağı, şüzü görün. Ruzunuzu qazanın. Heç kimdən müqayisə aparmasın. Mən üstünəm, o üstündür. Elə şey yoxdur. Bir dənə üstünü var, o da Allahdır. Allah qaldıranda heç kəsə indirə bilməz. Həyatı boyu indirə bilməz. Çünki yeri göyü yaradan, yəni hər bir şey edən Allahdır. Yəni ona görə çalışaq ki, yaxşılıq edək. Pislik nə var ki, hamının əlindən gəlir. Elə yaxşılıq et deyim ki, sənə halaldır. Yəni çalışaq, paylaşağın, bilməyənlər bilsin, öyrənsin. Bilirəm, bəziləri var fikirləşir ki, biz sənəti öyrətdik, dedik, biz nə qazanacağıq? Sən axı bir dərindən fikirləş ki, o sənəti sənə kim verib? Sən fikirləşirsən ki, ustanın yanında və yaxud da kiminsə yanında işləyib öyrənibsən. Yəni, onunla öyrənibsən, gedibdir. Xeyr, elə deyil. Allah o insana bəxş eləyib, sənət bəxş eləyib. Ürəyinə insaf salıbdır. Səni öyrətməyi üçün yəni sənət bir yiyəsi olasan deyə. Sən də bildiyi paylaş, bilməyən bilsin. Heç vaxt paxıl olma. İş də məntiqlə işlənilir. Ölçü-püçü, məntiq. Sən ağlıva gələnib bunu belə elədim, getdi ilə deyil. Videolar atıram, videoları izləyin, baxın. Dərinlə baxın, izləyin. Bəzən olur, eyni videodan bir də atıram. Amma danışıq tərzləri fərqli atıram. Niyə? Girin videoları izləyin, görün mən onlarda nə qədər izahlar edirəm. Nə qədər. Halbuki hamısı lazımlı bir şeylərdir. Gizli-gizli sirlərdir, iş sirlərdir. Mən izah edirəm, çörəyinizi qazanın. Nə olub ki, bu paxıllıq deyil ki. Mənə indi sual verirlər ki, sən bəs nətər olur, sənin ustan olmayıb, sən bu qədər işi bilirsən. Deyirəm, alimlər necə yaranıb? Deyir, alimlərin ustası olub. Deyirəm, alimlərin ustası olub, yaxşı, razılaşıram. Bəs onların ustasının ustadı kim olub? Deyir, nə bilim. Deyirəm, nə bilim, yox. Yeganə böyük Allah. Allah bəxş eləyib. Allah həyatda, dünyada rəlləş olmağını istədiyinə görə insanlara bilik verib. Yaradıcılıq verib. Bildinmi? Sənətkardan da sənətkarı var. Bunu unutmayın. Allah bizə bəxş edib ki, biz ruzumuzu qazanaq, başımızı salaq aşağı. Kiminləsə müqayisə, kiminləsə məndən yoxdur deyə yox. Allah bu boyda dünyanı yaradıb, deməyib ki, məndən yoxdur. Biz kimik ki deyək? Buracan izləmişsiniz. Allah canınızı sağ eləsin. Diqqətinizə görə də minnətdarım. Çalışağın, yaxşılıq edəyin. Yaxşı olsun. Yəni, paxıllıq etməyin heç bir adı yoxdur. Yəni, bugünkü gündə sən o sənəti bilirsənsə, bilmə öz ağlınla bilimsən. Allah sizə kömək dayaq olubdur.